Ali Rəsulzadə, Vüsal Hüseynov, Ayaz Süleyman Soy, Xəbər ertəsi. Dostlar, həftədə neçə gün işləyirsiniz? 5 gün yəni. Növbəli iş başqa. Amma bəzi elanlarda 7 günlük iş təklif olunur. 7 gün onsuz da işləyənlər var, bilirik. Amma da bir də insan gələk 7 gün elana çıxartmaq. Çıxardırlar, elan edirlər. Görək dostlar, nə məsələdir bu? 7 gün iş verən adam var. Onun özü 7 gün işləyir. Ailə, uşaq. Pul önəmlidir. Pul çox problem. Amma pula görə də insan işdə yatıb işdə durmalı deyil. Həftədə 5 gün ofisdən, şənbə və bazar günləri isə evdən çalışmaq. Bəzi elanlarda 7 günlük iş qrafiki qeyd olunub. Son dövrlər iş elanlarında tez-tez rast gəlinən qeydlərdən biri də 5 gün ofisdən, şənbə bazar evdən iş rejimidir. Xüsusilə sosial media meneceri, rəqəmsal marketinq və onlayn satış sahələrində bu iş öhdəliklər olaraq qeyd edilir. İş saatı iş yerində olsa daha yaxşı olar, evə aparmamaq daha yaxşıdır işi. Bəli, elə özüm də PR sahəsində çalışıram, çox rastlaşmışam düz. Necədir, ümumiyyətlə bu qədər iş saatı çoxdur? Əslində çox görünür, amma dəyər, o işə dəyər, elə də güclü insanı yormur. Elədir ki, texnologiya ilə işləyirsən, fiziki bir yük insana olmur belə. Əslində yaxşı qarşılamıram, çünki hər adamın öz istirahət vaxtı olmalıdır. Şöyle eləyirəm, 8 saat əvəzinə 9 saat işləyən də olub, 10 saat işləyən də olub. Bu baxır iş yerlərinə, iş saatlarına. Əslində qalsa 7 gün iş rejimi olmamalıdır. Bazar günləri əslində qalsa istirahət günü olmalıdır. İnsanın bazar günü özünə ayırmalıdır, öz ailəsinə ayırmalıdır o iş günü, bazar günü. İnsan resursları üzrə mütəxəssis Aytən Şıxaliyevanın sözlərinə görə iş saatının çoxluğu əsasən rəqəmsal və müştəri yönümlü sahələrdə müşahidə olunur. O bildirir ki, bəzi işə götürənlər əlavə kadr saxlamamaq, xərcləri azaltmaq və prosesləri bir nəfərin üzərində cəmləmək üçün bu vəzifə öhdəliyinə uyğun yalnız bir namizəd axtarırlar. SMM, digital marketing, content menecmenti, onlayn satış və müştəri cəlbi tələb olunan sahələr, IT və ya freelance yönümlü layihələr, eyni zamanda media, xəbər, sosial platforma idarəçiliyi, bu tip sahələr daha çox saat fərqi müşahidə olunan sahələrdir. Bu sahələrdə iş rejimi klassik 9-6 ilə məhdudlaşmır. Yəni burada daha çox 24 saat aktivlik, sosial aktivlik və yaxud da sürətli cavab reaksiya ehtiyacı olunan sahələrdir. Vəkil Mir Hüseyn Həbibli qeyd edir ki, əmək məcəlləsinə əsasən iş vaxtı, istirahət günləri və əmək funksiyası əmək müqaviləsində dəqiq göstərilməlidir. Əgər işçi 5 gün ofisdə çalışır, şənbə bazar isə evdən işləməyə cəlb olunursa, bu artıq istirahət günlərində işçinin əmək fəaliyyətinə cəlb edilməsi hesab edilir. Bu isə qanunvericiliyin və əmək müqaviləsinin tələblərinin pozulması sayılır. Bundan başqa işçi bu formada iş vaxtından artıq işlərə cəlb edilibsə, o əlavə ödəniş və ya kompensasiya tələb edə bilər. 5 günlük iş vaxtında işçilərə həftələrarası istirahət günləri verilməlidir ki, bu da 2 gün olmaqla həyata keçirilir. Bu kimi istirahət vaxtının işçilərə verilməməsi inzibati xəta məsuliyyəti yaratmaqdadır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsinə əsasən işçilərin istirahət vaxtının verilməməsi şəxslərə 500 manatdan 1000 manata qədər inzibati xəta tənbih tədbirinin tətbiq edilməsi ilə nəticələnə bilər. Dövlət Əmək Müfəttişliyi Xidmətindən isə bildirildi ki, qanunvericiliyə daha konkret desək, Əmək Məcəlləsinin 89-cu maddəsinə əsasən gündəlik normal iş vaxtının müddəti 8 saatdan artıq ola bilməz. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq olmamalıdır. Bir sıra iş sahələrində işin əmək şəraitinin xarakterindən asılı olaraq 6 günlük iş həftəsi də müəyyən edilir. Lakin həmin 6 günlük iş həftəsində də həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan çox ola bilməz. Bir sözlə 5 gün ofisdən, şənbə bazar evdən kimi iş qrafikləri əmək qanunvericiliyinə ziddir. Qanuna əsasən iş vaxtı və istirahət günləri əmək müqaviləsində düzgün göstərilməli, işçi yalnız istisna hallarda və kompensasiya ilə istirahət günlərində işə cəlb oluna bilər. Qeyd edək ki, əmək qanunvericiliyinin pozulması halları ilə qarşılaşan vətəndaşlar Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edə bilərlər. Firuzə Məlikzadə, Ramil İbrahimov, Xəbər ertəsi. Yayımın xüsusi sponsoru Baku Electronics.